Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizə milli mətbəximizdən şəkərbura şirniyyatının hazırlama qaydasını göstərirəm. Xəmir üçün bizə birinci lazımdır un, üzərinə duz və vanil qoy ərzaqlara əlavə edib qarışdırırıq. Sonra nəlbəkiyə maya və ilıq su əlavə edib qarışdırırıq. Qoyuruq kənara 3-5 dəqiqə saxlayırıq. Yumşaq yağı götürürük, biraz əlimizlə əzirik, sonra umac edirik. Əzizlərim, umaclı şəkərbura çox dadlı olur. Bu reseptdən istifadə eləyib hazırlayın. Artıq umacımız hazırdır. İndi umacın üzərinə şəkər tozu əlavə eləyirik. Ayrı bir qab götürürük. Xama və yumurtanı əlavə eləyirik. Çırpıcı ilə qarışdırırıq. Ağarana qədər həll edirik. Onda şəkərburanın rəngi ağappaq olur. Sonra mayanı əlavə elədik umacın üzərinə. Bütün ərzaqları əlavə eləyirik. Yəni, xama və yumurta qarışımını da əlavə elədik. Qarışdırıb, bərk xəmir yoğururuq. Şəkərbura xəmiri mütləqdir ki, bərk olsun. Artıq xəmirim hazırdır. Üstünü örtüb 30 dəqiqə saxlayırıq. Xəmir acımalıdır. Xəmir gəlib, xəmiri tən ortadan bölürəm. Xəmir yumşalmasın deyə yarı hissəsini kloka qoyub soyuducuda saxlayıram. Hissə-hissə kündələyirik. Kündənin birini götürüb, tərəzidə ölçürük 40 qramla hazırlayırıq. Sonra kündələyib, yığırıq qaba, üstünü örtürük, 5 dəqiqə bu cür saxlayırıq. Gələk şəkərburanın içiliyinə bizə lazımdır ağ fındıq, şəkər tozu, hind qozu və hil. Sonra bir kasaya su əlavə eləyirik, batırmaq üçün fırça, iynə, 13 dişli maqqaj və ən çox sevdiyim kündə açam. Siz videoda görürsünüz, kündəni necə gözəl açılır. Eyni formada, eyni qaydada, həm də vaxtımıza qənaət edir. Çox rahat alətdir. Bax, belə görürsünüz necə gözəl alındı. İndi pinqvinə qoyuruq ki, qurumasın. Amma birini götürürük, fikir verin, fırçanı suya batırıb kənarlarına çəkdik və içilikdən nə qədər gedərsə, mənim çay qaşığım desert çay qaşığıdır. 4 çay qaşığı içilikdən qoydum. Xanımla çalışırıq ki, şəkər tozu uc hissələrinə dəyməsin. Qıraq hissələrini birləşdirdik. İçini doldurduqdan sonra 1-2 dəfə stolun üzərinə belə vururuq. Onda öz formasını alır. İynə ilə deşirik. Səliqə ilə düzüb üstünü klokla örtürük. Bir daha təkrar eləyirəm. İndi də ağız hissəsini bükürük. Əzizlərim, çoxunuz bilirsiniz ki, mən solağayam. Cəhd elədim, sağ əlimlə də 1-2 şəkərburanın ağız hissəsini bükdüm, amma məni qane eləmədi. Yenə də geri dönüş, sol əlimlə bükməyə başladım. Əzizlərim, bir də fikir olsun deyə paylaşıram. Deməli, naxışlar istəmirsiniz ki, əyri getsin. Ola bilər ki, nəsə əyri gedə bilir. Ona görə başla bir xətt çəkirik kənardan. Cərgə ilə naxışımızı vururuq. Bu naxışı bir sıra biz belə gedəndə ardıcıl
bütün naxışları vururuq. Yəni heç bir əyriliyi olmur. Çalışırıq ki, naxışlarımızı çox sıx vuraq. Bir də ki, maqqaşı bir dənə videoda siz görürsüz, dik tutun ki, yarı hissəsi havada qalmasın. Yəni qırıq naxış vurulmasın. Son illərdə artıq şəkərburanın kənar hissəsindən naxış vurulur. Çünki bişəndə istər-istəməz naxışlar biraz yığılır, o hissəsi boş qalır. Ona görə kənar hissədən başlayırıq, üstünə qədər bütün naxış vururuq. Baxın necə gözəl alındı. Yenə də bax qıraqdan xətt çəkirəm, naxışı vururuq. Çox yaxşı məsləhətdir bu. Əzizlərim, videonun alt bölümündə açıqlamada resepti, qədərini, miqdarını dəqiqliyi ilə yazacağam. Siz oradan istifadə eləyərsiniz. Bax, hamısını bax bu cür naxışı vururuq. Soba qabına düzürük. Baxın, yenə də bax hazırladım. Naxış vurduğumuz şəkər buraların hamısını soba qabına düzürük. Üstü açıq saxlayırıq. Şəkər buranın tam naxışını vurduqdan sonra soba qabına düzəndə üstünü açıq saxlayırıq ki, naxışlar qurusun. 25 dəqiqə, 30 dəqiqə bu cür saxlayırıq. Öncədən isidilmiş sobada alt üst rejimdə 130 dərəcədə bişiririk. Nəzarət eləyirik, üstü qızarmasın. Alt hissəsinə baxırıq, görürük ki, alt hissəsi qızarıb, demək ki, şəkər buramız hazırdır. Əzizlərim, göz haqqınızı halal eləyin, hazırlayanlara nuş olsun. Videoma baxdıqdan sonra like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.